أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الذين يؤذون الله ورسوله لعنهم في الدنيا والآخرة وأعد لهم عذابا مهينا. Sadakallahul aliyyul azim. Kur'an-ı Kerim bizlere buyurur, Allah ve onun peygamberini incidenlere Allah dünyada ve ahirette lanet etmiştir ve onlar için hakaretli bir azap hazırlamıştır. Bu günlerin Hanım Fatıma Zahra Aleyhisselam'ın, Peygamber Aleyhisselam'ın ciğeri köşesi, bedeninin bir parçası olan Fatıma Zahra Aleyhisselam'ın şehadet günleridir. Allah Peygamber, Ali Peygamber hatırına Hanım Fatıma Zahra Aleyhisselam'ın dünyada ziyaretinden, ahirette şefaatinden bizleri bir nasip eylemesin. Hanım Fatıma Zahra Aleyhisselam hakkında evvellerde hadislerde qeyd olunan kimi o hanımın fəziləti heç bir şəxsdə olmayıb, o hanıma verilən Peyğəmbər Aleyhisselam tərəfindən qiymət, şərəf, ismət indiyə qədər qeyd etdiyimiz kimi heç bir hanıma o dəyər verilməmişdir. Şübhəsiz ki, Hz. Peyğəmbər Aleyhisselam Xədicə-i Kübra Aleyhisselama böyük dəyər veribdi. Hayat yoldaşı hanım Ümmü Sələməyə böyük dəyər veribdi və bəzi xanımlara böyük dəyər veribdi. Amma Hz. Hanım Fatıma Zəhra Aleyhisselamın xüsusi bir məqamı vardı Peyğəmbər Aleyhisselamın yanında ki, o heç bir şəxs haqqında Zəhraya buyurduğu sözləri deməyibdir. Hz. Peyğəmbər Aleyhisselamın hədislərinin birində qeyd olunur ki, لو كان الحسن شخصا لكان فاطمه بل هي اعظم. Hazret buyurur ki, eğer dünyada güzelliklerin hamısı bir insan olsaydı, insan şeklinde olsaydı, həmin şəxs Fatıma olardı. Fatıma güzelliklerin hamısından daha əzəmətlidir, daha böyükdür. Hazret Peyğəmbər Aleyhisselamın bu hədisindən görürük ki, dünyada bütün yaxşılıqlar, əxlaqi məsələlər, şərəf, ləyaqət, fəzilət, şücaət, bütün ali dəyərlər ki, Qur'an-ı Kərimin, yəni əxlaqı ki, Peyğəmbər Aleyhisselam'da idi, eyni həmin əxlaq Xanım Fatıma Zəhra Aleyhisselama əta olunmuşdur. Həzrət Xanım Fatıma Zəhra Aleyhisselamın belə bir əxlaqının bir hissəsindən də onu qeyd eləyək ki, xanım həm də şücaətli idi. Tarixlərdə qeyd olunub xanımın Ühud müharibəsində yaralılara, yəni o dövrdə müharibəyə müəyyən köməklik eləməsi və hətta atasının Hz. Peyğəmbər Aleyhisselamın yanağında olan yaranı görsən ki, həsiri yandırıb külün qoyurdu, qanın silirdi və bu kimi xidmətləri və digər məsələlərdə də və ələlxüsus Hz. Peyğəmbər Aleyhisselamın vəfatından sonra xəlifə ki, onun haqqını əlindən aldı, Fədək bağı əlindən aldı və gəldi məsciddə ali dərəcədə olan xütbə söylədi. Əvvəllər də qeyd eləmişik ki, hər kəs Xanım Fatıma Zəhra Aleyhisselamı sevirsə, hər kəs Xanım Fatıma Aleyhisselamı Peyğəmbər Aleyhisselamdan, Mövla-i Müttəqiyyəndən sonra onun elmini istəyir ki, bilsin, o xütbəyə diqqət eləsin. Xanım Fatıma Zəhra Aleyhisselamın xütbəsində bir Qur'anın bəlağətlə açıqlaması, Peyğəmbər Aleyhisselamın göndərilməsində Allah Taala'nın onlara verdiyi lütf, ehsan və ilaxirə bir çox məsələlər diqqəti cəlb edir. O cümlədən də həmin dövrdə sahabələrin, mühacir və ənsarın haqqında sözlər buyurmuşdu ki, o dövrün, o zamanənin ab-ı havasını bizlərə yada salır ki, vəziyyət nə gündəydi. Və Xanım Fatıma Zəhra Aleyhisselamın çıxında hətta bir neçə dəfə məsciddə müsəlmanlar hönkürüb ağladılar. Xanım səsini kəsdi. Yəni o qədər ağlaşma baş verdi. Odur ki, möminlərə məsləhətimiz də budur ki, çalışıb Xanım Fatıma Zəhra Aleyhisselamın məsciddə söylədiyi Fədək xütbəsini oxusunlar. Xanım Fatıma Zəhra Aleyhisselamın o Peyğəmbər Aleyhisselamın hadisəsindən sonra başına gələn müsibətləri biz xanımın vəsiyyətində çox aydınlıqla görə bilərik. Xanım Fatıma Zəhra Aleyhisselam o ki, rəxti xalqda idi, Mövla-i Müttəqiyyəna vəsiyyət edir. Ey Əli, həyat yoldaşına buyurur.
أوصيك أن لا يشهد أحد cenazeti min haulâillezîne zalemu. Ey Ali, sana vəsiyyət eləyirəm. Ey əmoğlu, o şəxslər ki, mənim haqqımı əlimdən aldılar, o şəxslər ki, mənə zülm elədilər. Əxadu haqqi, mənim haqqımı əlimdən aldı. Fəinnəhum a'dai. Onlar ki, mənə zülm elədi, haqqımı əlimdən aldılar, onlar mənim düşmənlərimdir. Və a'dau Rasulillah, və atam Allah Rasulunun düşmənləridirlər. Və ən la yusalliyə aleyyə ahadun minhum. Ey Ali, imkan vermə. Onlardan biri mənə cənazə namazında iştirak eləsinlər, namaz qılsınlar. Onlara mən icazə vermirəm. Onlara sənə vəsiyyət edirəm ki, imkan vermə ki, mənə cənazə namazı qılsınlar. Ey Ali, və la min ətba'ihim, və həmsinin o müsəlmanlar ki, mənə zülm eləyən şəxslərə yardım elədilər, onlarla razılıq elədilər, onlarla həmfikir oldular, onlara da icazə verməcəkən ki, mənim cənazə namazımda iştirak eləsinlər. Avadfini fil-leyli idə hədəətil uyun və namətil absar. Ey Ali, məni gecə insanlar yuxuda olduqları vaxtı dəfn eləcəkən. Bu, xanım Fatimə Zəhra əleyhissalamın vəsiyyəti möminlərə nəsə çatdırmırmı? O məzlum xanımın bu vəsiyyəti, bu cürə dünyadan köçməsi və gecənin bir aləmində dəfn olunması, vicdanı olan insanlara nəysə çatdırmırmı? İndiyə qədər mübarək məzarının heç kəs tərəfindən bilinməməsi sizi düşündürmürmü? Məgər bunlar qiyamətin günündə elə sorğu-sual olunmayacağımızı düşünürsünüzmü? Bütün bunlar haqqında qiyamətin günündə hər bir şəxs sual olunacaqdır. Ki heç düşünmədin ki, Peyğəmbər buyurubdur ki, Fatimə mənim bir parçamdır. Ona əziyyət eləyən mənə əziyyət eləyir. Ona qəzəblənən mənə qəzəblənir. Allaha qəzəblənir. Yəni Peyğəmbər açıq-aydın deyir ki, mənə qəzəblənən, mənə əziyyət eləyən Allaha eləyir. Ayət əvvəldən oxurduq ki, kim Allaha və onun Peyğəmbərinə əziyyət eləsə, yerin göyün lənəti olsun. Bunu Qur'an buyurur. Bu hədisləri yan-bayan qoyanda məgər düşünməzsizmi? Ya ulul əlbəb, ey elm sahibləri, ey ağıl sahibləri, məgər düşünmürsünüzmü? Ləalləkum turhamun, insan düşünsə, ona rəhm olunar. Əqil nə üçündür? Əqil insanda insanı düşünməyə tərəf çəkər. Amma bir çox qərəzli insanlar, bir çox haqqın üstün örtmək istəyən insanlar bu şeyləri qoymazlar düşünəsiz. Uydurma yalan hədislərlə xanım Fatimə Zəhra əleyhissalamın haqqın gizlədərlər, onun kəlamlarını gizlədərlər. Mən bir şey də deyim sözümün axırında, maraqlı olar möminlər üçün. Müsnəd Əhməd İbn Həmbəli qardaşlarımızın çox tanınmış hədis kitablarındandır. Əhməd İbn Həmbəl bilirsiniz ki, Əhl-i-Sünnə əziz qardaşlarımızın 4 imamlarından biridir. Milyonlarla insan ona təqlid edir, özünə imam bilir. Onun 30 mindən çox Müsnəd adlı bir hədis kitabı var ki, hamısı sənədli, hamısı dəlillərlə orada göstərildi. Baxın, 30 min civarında olan hədis kitabında Peyğəmbər İslamın həyat yoldaşı Aişədən 2382 hədis qeyd olunubdur. Amma Həzrət Peyğəmbər İslamın cigərparəsi, əziz balası xanım Fatimə Zəhra əleyhissalamdan 10 hədis nəql olunub. Bu sizi düşündürmür ki, nə üçün? Özü də xanım Fatimə Zəhra əleyhissalamla Aişə xanımın yaşı, belə deyək, bir-birinə çox yaxın olublar. Yəni Aişə xanım Peyğəmbər əleyhissalama həyat yoldaşı olduğu vaxt təxminən 9 yaşlarında, o dövrdə 9 yaşda olan xanım, əlbəttə indiki 20 yaşa bərabər xanımlar idi. 1400 il bundan qabaq demək deyil ki, elə indiki kimi zəif cisimli olublar, bədənlər olub. Xeyr, yəni o dövrə uyğun
onların da yüksək bir həyata qoşulmaq halları olur. Ayşə xanım Hazreti Peyğəmbər əleyhissalamın evinə gəldi və təxminən 8 il Hazreti Peyğəmbər əleyhissalamın həyat yoldaşı olubdur. Eyni zamanda da xanım Fatimə Zəhra əleyhissalamın 18 yaşında təxminən dünyasını dəyişibdi və Ayşə xanımla eyni təvəllüdləri var təxminən demək olar. İndi baxaq, Ayşə xanım Hazreti Peyğəmbər əleyhissalamın 8 il evində xanım olub, ondan 3000-ə yaxın hədis, amma xanım Fatimə Zəhra əleyhissalam 10 hədis nəql olunubdur. Hansı ki, bütün ömrü atasının yanında keçib. Bütün hədisləri, bütün ayələri, hamısını bütün xanımlardan, hər bir kəsdən də yaxşı bilirdi. Bəs niyə görə xanımdan bu qədər az, yəni 10 hədis rəvayət olunub? Məgər bu əql sahiblərinə nəsə demirmi? Bunlar Əhl-i Beytin düşmənlərinin, Bəni Üməyyənin əməlləri deyilmi? Bunlar hamısı qərəz, həsəd, paxıllıq, İslamla düşmənçilik, dünyapərəstlik əlamətləri deyilmi? Odur ki, bugünkü gündə xanım Fatimə Zəhra əleyhissalamın şəhadəti bizlər üçün bir çox həqiqətlərin yaşamasını təmin edir. Biz gərək bugünkü günlər xanım Fatimə Zəhra əleyhissalama həm məclis keçirək, həm də xanım Fatimə Zəhra əleyhissalamın həyatında baş verən müəyyən hadisələri əziz möminlərə çatdıraq. Və biz də imkan dairəsində çalışacağıq xanım Fatimə Zəhra əleyhissalamın başına gələn hadisələri hissə-hissə və xanımın fədək xutbəsini hissə-hissə siz əzizlərə çatdıraq. İndiyə qədər bəlkə də bir çox əzizlərimiz o xanımın xutbəsindən xəbərsizdir və eşitməyibdir. Biz də inşallah gələcək görüşlərimizdə çalışacağıq xanımın hissə-hissə onun xutbəsini və çox dəyərli, düşünərli məsələləri sizin diqqətinizə çatdıracağıq. Allah xanım Fatimə Zəhra əleyhissalamın dünya axirətdə onun aşiqlərindən bizi onun həqiqi şiələrindən qərar versin inşallah.